Deməli, eyni maddənin bizdə 200 qram X faizli məhlulu ilə Y qram 20 faizli məhlulları qarışdıqda 300 qram məhlul alındı. Deməli, 300 qram məhlulun 200 qramı birincidədir, bir də Y qram. Buradan Y qramla bərabərdir, Y-də 100 qram. Deməli, Y-ımız 100'dür. 2'nin cevabı 100'dür. Bunu tapdım. Sonra nə deyir bizə? Biri də nə deyirdi? Və 300 qram 40 qram həll olan maddə varsa. Biz X-i tapmalıyıq. Birinci buradan baxaq. Deməli 100 qram 20 faizli. Biri tapanda. Birinci nə edəcək? 100 qram 20 faizli tapacağım. O da neçə eləyəcək? 20 qram. Deməli 20 qram maddə burada var idi. Bizə də cəmi 40'dır. Yəni 40'dan 20'ni çıxanda 20 qram. 20 qram da 200 qram X faizli də var. Deməli onda nə edəcəm? 20 hesablayacağım. 20 bölünsün 200, yəni 20 qram vurulsun 100 eləyir X faiz. O da eləyəcək 10 faiz. Cavabımız 1'in də cavabı 10. X'imiz deməli 10 faizli, Y-ımız da 300 qramdır.